Deməli Bakıya gələn bu çılğın dondurması barəsində video paylaşmışam. Həmin videonun altında və şəxsimə bəlkə yüzlərlə Azərbaycanlı mesaj yazıb ki, o qadınları heç kim orada məcbur oynatmır. Sən nəyə görə gedib həmin o türkü qınayırsan, get öz qızlarımızı qına. Onları heç kim orada məcbur oynatmır ki. Bu sözləri yazanlara sual verirəm ki, əgər orada oynayan sənin bacın, sənin anan, sənin qızın olsaydı necə? Yenə də eyni reaksiya verərdin? Yoxsa gedib ananın, bacının, qızının saçından tutub sürüyə-sürüyə aparardın? Həmin çılğın dondurmasını da necə lazımdır cəzalandırardın? Belə eləyərdin, yoxsa mənim videoma verdiyin reaksiyanı verərdin? Hara getdi bizim cəmiyyətə olan qeyrət hissimiz? Əvvəllər bir məhəlləyə girmək olmurdu. Əgər bir məhəlləyə girirdinsə, mütləq oranın cavanlarına haqq hesab verməliydin, hesabat verməliydin. Kimgilə gedirəm, niyə gedirəm, hamısını deməliydin. Əks halda səni məhəlləyə buraxmırdılar. Məhəllənin qızlarına qarşı qoymurdu yad bir insan arxasınca gəlsin, nə bilim ona qarşı əlavə artıq hərəkətlər eləsin. Nə zamandan biz qeyrət hissini ailəmizdən məhdudlaşdırdıq. Yalnız qızım, yalnız bacım, yalnız anam. Yalnız bunları fikirləşdik. Başqa bir qıza gələndə lori dildə desəm mən ona atifsat deyiləm cümlələrini qururuq. Halbuki biz belə bir millət deyildik. Biz başqalarının qeyrətinə qarşı, başqa qızlara qarşı bu cür laqeyd deyildik. İndi elə bir vəziyyətə gəlmişik ki, başqa ölkədən biri gəlib bizim ölkənin qızlarını, bizim namusumuzu, bizim cəmiyyətin qızlarını qabağında oynadır və buna nəinki reaksiya vermirlər, əksinə reaksiya verirlər. Yaxşı eləyir oynadır, oynamasın. Biz nə zamandan belə bir vəziyyətə gəldik?